Daha əvvəl kimyəvi reaksiyaların təsnifatı mövzusunu izah etmişdim. Təsnifatda qeyd etmədiyim, belə deyim, əlavə bir mövzumuzda istilik effektinə görə, reaksiyanın istilik effektinə görə təsnifatdır. Kimyəvi reaksiyanın istilik effektinə görə də reaksiyalarımız iki yerə bölünür. Ümumiyyətlə, kimyəvi reaksiyanın istilik effekti nədir? Baxın, bir reaksiya baş verən zaman o reaksiyanın baş verməsi üçün hər hansısa miqdarda enerji sərf olunur. Yəni, orada istilik sərf olunacaq. Və reaksiya gedən zaman ayrılan və yaxud da udulan istilik miqdarına istilik effekti deyilir. İstilik effekti Q hərfi ilə işarə olunur, yəni bildiyimiz Q hərfi ilə. Vahidi isə kilo-jouldur. Kilo-joul. Deməli, istilik effekti Q hərfi ilə işarə olundu, vahidi kilo-jouldur. Müsbət və mənfi qiymətlər alır. Görək nə zaman müsbət, nə zaman mənfi qiymət alır. Ümumiyyətlə, istiliyin ayrılması, udulması bunu necə müşahidə edirik? Baxın, məsələn, ocaq yandığı zaman, ümumiyyətlə, yəni yanma baş verdiyi zaman, biz əlimizi yaxınlaşdırdığımız zaman o istini hiss edirik. Deməli, oradan istilik ayrılır ki, o istilik bizə gəlib çatır. Və buradan bu nəticəyə gəlir ki, yanma reaksiyaları istiliyin ayrılması ilə baş verir. Əksi proseslər isə, yəni o istiliyin udulması ilə baş verən reaksiyalar olacaq. Baxaq, deməli, istiliyin ayrılması ilə baş verən reaksiyalar, ayrılma və istiliyin udulması ilə baş verən reaksiyalar, udulma. İstiliyin ayrılması ilə baş verən reaksiyalara biz deyəcəyik eksotermik reaksiyalar. İstiliyin udulması ilə baş verən reaksiyalara isə endotermik reaksiyalar deyəcəyik. Endotermik. Eksotermik reaksiyada reaksiyanın sonunda Q-nün işarəsi müsbət olacaq. Endotermik reaksiyalarda isə Q-nün işarəsi reaksiyanın sonunda mənfi olacaq. Yəni, ayrılma ekso, udulma isə endodur. Burada Q müsbət, Q mənfi dedikdə, siz reaksiyanın sonunda hər hansı rəqəm də görərsiniz. Yəni, Q-nün qiymətini də görə bilərsiniz. Məsələn, olacaq ki, müsbət 2600 kilojoul. Yəni, bu o deməkdir ki, 2600 kilojoul istilik ayrılıb. Və yaxud da mənfi 2600 kilojoul. Yəni, reaksiyanın baş verməsi üçün 2600 kilojoul istilik udulubdur. Eksotermik reaksiyalara, yəni istiliyin ayrılması ilə gedən reaksiyalara bir çox birləşmə reaksiyaları aiddir. Birləşmə, yəni 90% ehtimalla deyək ki, bu uyğun gəlir. Birləşmə reaksiyalarının içində bayaq da qeyd etdiyim kimi yanma reaksiyaları da gedəcək. Yəni, bu da eksotermik reaksiya olacaq. Bəs yanma nədir? Plus O2 gördüyünüz reaksiyalar yanma reaksiyalardır. Məsələn, H2 plus O2, yəni hidrogenin oksigendə yanma reaksiyası alınacaq buradan H2O və reaksiyanın sonunda görəcəksiniz ki, plus 572 kilojoul yazılıbdır. Kilojoul, yəni hidrogenin oksigendə yanması reaksiyası zamanı 572 kilojoul istilik ayrılıb. Və yaxud da Q-nün qiyməti bərabərdir müsbət 572-yə. Bu şəkildə görəcəksiniz. Və yaxud da udulma reaksiyaları. Birləşmə reaksiyaları eksotermik olduğuna görə, onda buradan belə nəticə çıxır ki, bunun əksi, yəni parçalanma reaksiyalarda, baxın, yenə də qeyd edirəm ki, hamısı yox. Amma böyük ehtimalı parçalanma reaksiyalarda aid olacaq endotermik reaksiyalara. Məsələn, bu reaksiyanın elə əksini yazıram. H2O parçalanır H2 plus O2-yə. Burada görəcəksiniz ki, mənfi 572 kilojoul yazılıbdır. Mənfi 572. Bu arada onu da qeyd edir ki, reaksiyanın istilik effektini təyin etmək üçün hər zaman reaksiyanı yazdıqdan sonra onu əmsallaşdırmaq mütləqdir. Nəyə görə əmsallaşdırmaq lazımdır? Çünki burada biz əmələ gəlmə və yanma istiliyi təyin edəcəyik. Ona görə də onu əmsallaşdırmaq mütləqdir. Burada bir şey də yadda saxlamaq üçün, yəni belə deyim, bir ipucu kimi. Adətən qarışdırırlar, ayrılma ekso muydu, yoxsa endo muydu, ya udulma eksodur, endodur.
Mən bunu ən sadə üsulla hərflərinə görə yadda saxlayıram. Udulmanın D-sı, endonun D-sı. Bu şəkildə. Yəni kiçik bir ipucu kimi yadınızda saxlayın ki, udulma olacaq endotermik, onda eksotermik də ayrılma reaksiyalarına qalır. Amma burada istisna reaksiyamız olacaq. Yəni o istisnanı bir neçə istisna reaksiyası var. Sadəcə ən əsas, ən çox qarşılaşacağımız bir dənə istisnamız var ki, indi onu yazacağıq sizə. Deməli biz belə dedik ki, birləşmə reaksiyaları eksotermik reaksiyadır. Parçalanma reaksiyaları isə endotermik reaksiyadır. Amma istisnamız var. N2 plus O2 alınır buradan 2 mol bilməz. Bayaq da dedim ki, əmsal mütləqdir. Əksini də yazaq. 2NO parçalanır N2 plus O2. Baxın, reaksiya birləşmədir. Bu isə parçalanmadır. Biz əslində necə demişdik? Birləşmə olmalıydı. Ekso parçalanma olmalıdır endo. Amma burada o şəkildə olmayacaq. Birləşmə reaksiyası olsa da NO-nun əmələ gəlmə reaksiyası olacaq endotermik. Endotermik. Yəni sonunda -2 olacaq. Burada isə əksinə parçalanma olsa da eksotermik reaksiya olacaq. Sonda müsbət 2 görəcəksiniz. Nəyə görə belədir? Baxın, burada deyə bilərsiniz ki, plus O2 də var, yanma reaksiyasıdır. Niyə eksotermik olmadı? Bu plus O2 olsa da yanma deyil. Baxın, yanma reaksiyası deyil. Bu reaksiya şimşək çaxması zamanı baş verən azotun oksidləşmə reaksiyasıdır. Yəni yanma deyil, oksidləşmədir. Ona görə də birləşmə olsa da, plus O2 olsa da endotermik reaksiyadır. Bu reaksiyamız istisna reaksiyadır. Sonra burada baxaq indi əmələ gəlmə istiliyi və yanma istiliyi. Görək bu nədir? Ümumiyyətlə istilik effekti demişdik ki, 2 yerə bölünür. Eksotermik və endotermik reaksiyalar eksotermik istiliyin ayrılması ilə baş verir. Sonda müsbət 2 işarəsi olur. Endotermikdə istiliyin udulması baş verir. Sonda -2 işarəsi olur. Birləşmə reaksiyaları, yəni yanma reaksiyaları daxil olmaqla eksotermik olacaq. Əksi reaksiyalar, parçalanma reaksiyaları isə endotermik reaksiyalar olacaq. Baxaq indi əmələ gəlmə istiliyi. Əmələ gəlmə istiliyi. Baxın, adından da görürsünüz ki, əmələ gəlmə. Yəni, bir mol maddənin əmələ gəlməsi zamanı ayrılan istilik miqdarına əmələ gəlmə istiliyi deyilir. Q əmələ gələn. Bu şəkildə işarə olunur. Məsələn, hər hansı bir reaksiya yazırsınız. Reaksiyada tutalım ki, olsun A plus B, məsələn 2A plus B, alınır buradan 4 mol C maddəsi plus Q. Bax, bu reaksiyanın əmələ gəlmə istiliyi Q əmələ gələn bərabərdir. Q bölünsün 4 olacaq. Nəyə görə? Çünki 4 mol maddə əmələ gələndə Q qədər istilik ayrılır. Amma əmələ gəlmə istiliyi nə idi? 1 mol maddənin əmələ gəlməsinə sərf olunan istilik. Deməli, qısa şəkildə belə desək, reaksiyada əmələ gəlmə istiliyini taparkən, reaksiyanın istilik effektini əmələ gələn maddənin əmsalına bölməliyəm. İstilik effektini əmələ gələn maddənin əmsalına bölürəm. Ona görə bayaq demişdim ki, bir reaksiyanı yazanda həmin reaksiyanı əmsallaşdırmaq mütləqdir. Burada bizə lazım olacaq. Sonra burada əmələ gəlmə istiliyi ümid edirəm ki, aydın oldu. Birazdan reaksiya üstündə də göstərəcəm. Digər istilik növü yanma istiliyidir. Yanma istiliyi. Yanma istiliyinin də tərifi belədir ki, 1 mol maddənin, yenə 1 moldan söhbət gedir. 1 mol maddənin yanması üçün sərf olunan istilik miqdarı. Deməli, hər hansı bir reaksiyada tutalım ki, 3x plus 2y alınır buradan Z maddəsi, üstə gələk Q. Baxın, burada
Bunu hətta y yox, O2 yazaq. O2. Və bir şey də yadımızda saxlayaq ki, oksigen yanmır. Oksigen yanmır. Yanmaya xidmət edir. Yəni oksigenin iştirakında yanma baş verir. Oksigen yanmırsa, geriyə qalan hansı maddədir yanan? X maddəsi deməli yanan maddədir. Onda bu reaksiyanın yanma istiliyini necə təyin edirik? Q yanma bərabərdir. Reaksiyanın ümumi istilik effekti Q bölünsün yanan maddənin əmsalı Q bölünsün 3. Yəni ki, burada baxıram ki, 3x maddəsi, 3 mol x maddəsi yanında Q qədər istilik ayrılır. Belə yazaq da, 3x-ə Q-dürsə, mən də demişdim ki, 1 mol maddə üçün hesablanır yanma istiliyi. Onda 1x-ə nə qədər sərf olunacaq? Q yanma qədər. Buradan da Q yanmanı tapırıq ki, Q bölünsün 3 olacaq. Gəlin indi bunu hər hansı bir reaksiya üstündə tapaq. Əmələ gəlmə və yanma istiliyi. Məsələn, hansı reaksiya olsun? Fosforun yanma reaksiyasını gəlin yazaq. Fosfor, üstə gələk oksigen, alınıb buradan P2O5. Reaksiyanı əmsallaşdıracaq olsaq, bura 2 yazarıq, bura 4 yazarıq, bura 5. Bu reaksiyanın istilik effekti 520 kilojoldur. Əgər səhv hatırlamıramsa, 520 kilojol. Baxın, reaksiyanın növünü də təyin edə bilərik. Yanma reaksiyasıdır, plus O2 var. Birləşmə reaksiyasıdır. Deməli, onda sonda həqiqətində müsbət Q olmalıdır və Q-nun qiyməti nəyə bərabərdir? 520 kilojola və müsbət 520-yə. Yəni, eksotermik reaksiyadır. Ekso. Gəlin indi burada yanma və əmələ gəlmə istiliyini təyin edək. Q yanma. Q yanma. Baxıram ki, bayaq demişdim ki, oksigen yanmır. Ona görə oksigeni çıxırıq. Yerdə nə qaldı? Fosfor. Deməli, bu reaksiya fosforun yanma reaksiyasıdır. Onda belə, gəlin hətta bunu tənasüblə yazaq. Deməli, mən baxıram ki, 4 mol fosfor yananda reaksiyada ümumilikdə 520 kilojol istilik ayrılıbdır. Bəs yanma istiliyi nə idi? 1 mol maddənin yanması üçün sərf olunan istilik. Onda deməli, bir fosfor üçün sərf olunan istilik olacaq Q yanma. Q yanmanı da tapsaq, burada 520-ni 4-ə bölərik. 130 kilojol. Deməli, yanma istiliyi, reaksiyanın yanma istiliyi, yəni fosforun yanma istiliyi 130 kilojola bərabərdir. Bəs əmələ gəlmə istiliyi, burada da əmələ gələn maddə, yəni alınan maddəni tapanda həmişə oxdan sonraya baxacaq. Hansı maddə alınıbdır? P2O5. Baxaq. Deməli, 2 mol P2O5 alınan zaman 520 kilojol istilik ayrılıbdır. Bəs biz əmələ gəlmə istiliyini nə qədər maddə üçün hesablayırdıq? 1 mol üçün. Deməli, 1 mol P2O5-də isə Q əmələ gələn. Tapaq buradan Q əmələ gələni bərabərdir. Necə olacaq? 520 biz bölürük 2-yə. Bu da olacaq, deməli, 100, daha doğrusu 200. 260